Allı Pugaçova gəlib bura kebab yeməyə bizim kebabdan. Hansı restorana gəlib? Restoran da öldü, daim gəlir, Rıza daim gəlir həyətdə. Düşbərə, dolma, xingalı, Yarpaq dolması. yarpaq dolması, kələm dolması, şirin dolma da eləyərdik biz şah balıqla da doşab zatlar vururlar. Yeməkdə bizi uduvlət eləmək olmaz. Yəni indi o Avropa yeməklərlə kim nə istəyir o özü bilər, amma sırf Bakı yeməkləri məsələn dolmadır, düşbərədir, adı nədir? Adı nədir? Sənsin, qoyumağı dediyim, xəşli dediyim, sonra küftə bozbaşı dediyim. Bunlar Bakıya aid olan şeylərdir. İndi biz soğutma deyirik hər yana hələ. Məsələn, başqa rayonda kələpur, o bu rayonda buğlama. Biz buğlama da deyirik, soğutma da deyirik Bakı zamanı. Kebablar da ki, daha bizə aiddir, nə istəyirsən. Kebabı da əlanda ətini düz almasın. İstəyir onu neyini sənələr. Lülə kebabını düzgün pişirə bilməsən, sən kebabçılıq lülə kebabı ilə bilinir. Başqa bir kebabları doğra tökürür, pişirir, nənəm də pişirir. Amma sən əsl lülə kebab pişirməlisən ki, sən kebabçı olasan. Təmiz qoyun əti ilə, quyruqla, daha ona nə sap dolamalısan, nə bağışlamalı, çayını solda vurmalısan. Təmiz. At çəkib qoymuşam. Mənim daim gelir, Rıza daim gelir, evdə burada kebab pişirdilər. Kimlər gəlmirdi? Mən babam özü də. Onları mən düz görməmişəm, uşaq olmuşam. Amma sonra Rıza daim gelir, gördüm hamısını. Mən qeyd eləmişəm hər tərəfi. Bütün tanınmış artistlər, xalq artistlər. Allı Pugaçova gəlib bura kebab yeməyə, bizim kebabdan. Hansı restorana gəlib? Restoran da öldü, daim gelir, Rıza daim gelir həyətdə. İskəndər Xəlilov gətirib gəlmişdi onu. İskəndər Xəlilov, İsir Plaza. Allah olsun. Ağa Səlimoğlu. Allah ona da can sağlığı verir. Bu yaxında qardaşı rəhbətə getdi. Ramiz, o da bizim dostumuz idi. Allah rəhmət eləsin.